Salam dəyərli izləyicilərim. Mən Rəisə Rəşən Usta yenə sizinləyəm. Bu günləri mən gördüyünüz Malibu, Chevrolet Malibu avtomobilinin çəkilişini eləyəcəm. Sizə göstərmək istəyirəm ki, maşın yanıma podrovkaya və qabaq bamper ki kraskalanacaq və bəzi yerlərdə xırda qüsurlar ki var, onları sizə göstərmək istəyirəm. Deməli, maşında kraskada gördüyünüz kimi belə ağ belə ləkələr ki var. Yəni bu lakın özündədir, emulsiya deyil, sadəcə olaraq ləkələr ki var. Bu saat göstərəcəm sizə. Belə xırda ləkələrdir, görürsünüzsə. İşıq düşən yerlərə nəzər eləsəniz görəcəksiniz xırda ləkələr ki var. Mən bunları inşallah podrovkada mən bunların hamısını aparacağım. Görürsünüzsə ağ ləkələrdir. Maşın hər yerində bu ləkələr var. Maksimal dərəcədə bacardığım qədər, yəni mən onu götürəcəm. Və burada bizdə maşın, yəni ki bu hissəsində lak soyulur. Buranı işləyəcəm, kraskalayacağım. Bu hissələr hamısı sürtülüb hazırlanacaq və kraskalanacaq. Kantdan aşağı mən buna kraskalayacağım, belə deyək. Mən bunu inşallah sizə göstərəcəm ki, yəni nə vəziyyətdədir. Bu saat görürsünüzsə soyulur, yəni lak əməli başda soyulur, gedir. Buradan aşağı kraskalanacaq. Əlbəttə ki, mən buna boş lak vuramayarım, çünki oralar tam şkurkalanıb düzəlməlidir. Ondan sonra belə deyək, kraskalanıb laklanmalıdır. Уже vermişəm podnoşka krışkanı. Bu hissədə podnoşkada görürsünüzsə, podnoşka əyridir. Bu podnoşkanı belə deyək, dəmirçiyə gedəcək, dəmirçi düzəldəcək və ondan sonra da mən buranı işləyəcəm. Əlbəttə ki, bu xəttdən, Tarsoka xəttindən aşağıya qədər işləyəcəm. Maksimal dərəcədə bacardığımız qədər, yəni dəmirçi ilə danışmışam ki, xəttdən yuxarı qalxmasın, amma maksimal dərəcədə, yəni əgərsə alınarsa, xəttdən aşağı alınmazsa xəttə qədər, yəni bu xəttə qədər, düzdür, burada Tarsovka var. Ola bilər ki, Tarsovkanın xəttindən aşağı, ola bilər ki, tin xəttindən aşağı kraskalayayım. Boya boy ola bilər geçsin ya da yarıya qədər perixod atın, onu iş vaxtı göstərəcək özünü. Və qabaq bamper kraskalanacaq, çünki qabaq bamperdə daş izləri, yəni belə daş izləri dəhşətli dərəcədə çoxdur. Bunu yəni mən podrovka etsəm, bu belə deyək, hamısı ağ pasta ilə dolacaq. Burada əzik var, görürsünüzsə, kant gedib, bu hissələr yaxşıdır və burada gəlir, əzilir. Belə bir şəkildədir. Bilmirəm, göstərə bilirəm sizə, yoxsa yox. Bu hissə əzilib. Buranı da şişirdib. Nəysə, bu yəni ki düzələcək. Bura mən perixod atacağım. Əlbəttə ki, dəmirçi buranı düzəldəcək. Mən bura perixod atacağım. Ola bilər ki, yarıya qədər kraskanı atım, yarıya qədər də lak vurum. Və belə deyək, bu hissələrdə vəziyyət demək olar ki, yaxşı deyil. Daş izləri dəhşətli dərəcədə çoxdur. Hələ qabağında bir şey demirəm. Bufer kraskalanacaq və burada dəyərli izləyicilər, belə bir sıxıntı var, bilmirəm bu nədəndir, nəyə görə belə olub, amma belə deyək, bunu da yəni dəmirçiyə verəcəm, dəmirçi yəni düzəltsin və burada da yüngül, əgərsə iş olarsa, burada mən perixod atacağım, çünki detalımız kraskalıdır, belə deyək. Perixod atıb lakını bütöv vuracağım. Belə bir vəziyyətdədir, dəyərli izləyicilər. İnşallah mən başlamışım bamperi sökməyə, altına girə bilmədiyimə görə damqratdan istifadə eləmişəm ki, hündürə qalxsın ki, altında söküntünü tam sökə bilim. Belə, inşallah ətraflı olaraq maşını tam, belə deyək, sökəndən sonra kraska işinə başlayanda bunları da sizə çəkib göstərəcəm. Hazırlamışam. Bu hissədə dəmirçi işi görülmüşdü. Balaca yüngül var. Mən bunları axırda sizinlə paylaşacağım. Grunt atmışam bura qədər. Kraskanı yüngül atacağım və lakı yarıya qədər vuracağım. Əks tərəfdə də burada
mən sizə göstərmişdim, bu hissədə sürtünmə ki var idi. Mən bunu hazırlamışam və buranı kraskalayacağam, lakı bura qədər atacağım. Və bagajda da belə deyək, bagajı obşi kraskalayacağım. Bu hissəni yəni kraskalayacağım belə. Qırağa çıxmamaq şərti ilə və burada da qırağa çıxmamaq şərti ilə aşağına kraskalayacağım. Və burada уже mən tarsovkadan уже istifadə eləmişəm. Əzilən yer ki var idi, oranı уже dəmirçi düzəltib. Mən bunu dediyim kimi, axırda mən sizinlə bunu çəkib paylaşacağım. Şəkilləri göstərəcəm sadəcə olaraq. Çünki çəkiliş yadımdan çıxıb, kraskasını perxoduna atacağım, lakı axıra qədər vuracağım. Yalnız və yalnız tarsovka xəttinin üstünə qədər gətirəcəm. Və bumper. Qabaq bumper obşi kraskalanacaq. Buna ətraflı olaraq qutarandan sonra yenə sizə çəkib göstərəcəm. Deməli, dəyərli izləyicilər, mən bumperi kraskalamışam. Bazı lak yəni vuruldu. Şaqrin çox gözəl alınıb həqiqətən. Çox gözəl bir şaqrini çıxıb. Yəni istədiyimdən də yaxşı çıxıb şaqreni. Zərlərin də ki oturuşu ideal bir vəziyyətdədir. Bu saat baxacaq. Çünki zərin oturuşu əladır. Yəni telefonda ola bilər böyük görünsün, amma belə deyək, zər çox xırda-xırdadır. Bu hissədə də görürsünüzsə zər, yəni ki iri böyük söhbəti yoxdur. Standart zərlər vurulub, çox gözəl bir effekt alınıb həqiqətən. Şaqrin də ki istədiyimdən də artıqdır. Çünki avtomobil sahibi burada yəni narazılıq ki yaradırdı ki, burada problem var. Ona görə də mən bunların hamısını maksimal dərəcədə çalışdığım kimi belə deyək, hamısını ideal bir vəziyyətə gətirmişəm. Çünki bu hissəni ümumiyyətlə işləmək biraz çətin olur adətən. Çünki nəyə görə? Əl girməyən yerlərdir, yəni ki, belə deyək, şkurka girməyən yerlərdir. Məcburiyyət qarşısında onu xırda, etap, yəni oranın lakını tam çıxartmaq lazım idi ki, lak soyulmuşdu. Əlbəttə ki, bagaj kraskalanmışdı və belə deyək, orada yəni şkurkadan istifadə olunmayıb və xüsusi maddə ki var, yəni əl girməyən yerlər ki var, yəni oralara xüsusi o maddədən vurulmalıdır ki, gələcəkdə soyulma getməsin, o da vurulmamışdı deyə. Ona görə maşın sahibi yəni narazılıq edirdi. Əlbəttə ki, bu mənim işim deyil, hansısa bir ayrı bir ölkədə olub, yoxsa hansısa bir avtosalonda olub bilinmir. Yəni səbəb odur ki, yəni bura kraskalanıb və orada soyulma gedirdi. Belə dəyərli izləyicilər, podnoşkanı da mən dediyim kimi tarsovka olan yerə qədər mən gətirmişəm. Tarsovkanın kantına qədər gətirmişəm. Çünki bu kantdan bağlayıb obşi kraskalamışam. Dəmirçi burada iş görmüşdü. Əziz usta sağ olsun, çox ideal bir iş görmüşdü. Mən demək olar ki, oraya heç şpakulyovka vurmadım. Sadəcə olaraq belə deyək, yüngül qurunt istifadə elədim və dalıcada tarsovka vurmuşam. Çox ideal bir vəziyyətdədir. Belə dəyərli izləyicilər, və burada da mən sizə göstərmək istəyirəm ki, zərlər burada birə-birdir, yəni heç bir fərq yoxdur. Sadəcə olaraq mən burada belə deyək, bu hissədən belə gətirmişəm belə. Çünki bu hissələr ki, qüsurlu ki var idi ki, mən buranı, dəmirçi buranı işləmişdi və mən də buranı belə deyək, qurunt və dalıcada belə deyək, kraskamı və lakımı vurmuşam. Burada ümumiyyətlə heç bir şeydən istifadə olunmuyor. Sadəcə olaraq nazik belə deyək, 2-3 qat yəni qurunt vurub bunu örtmüşəm. Baza bura qədər və baza bura qədər, daha doğrusu bura qədər gəlib baza və lakı isə bura qədər atmışam. Çünki lak o birisi lakın üstünə oturmalıdır. Əks tərəfdə də elədir. Çünki əks tərəfdə burada qüsur olduğuna görə
Mən bunu çəkib sizə göstərmişdim ki, burada qurunt var idi. Mən buranı hazırlamışdım. Belənçinə yəni vurmuşam, daha doğrusu belə vurmuşam və lakı isə axıra qədər tamamlamışam. Kraska yalnız və yalnız bu hissəyə qədər gəlib belə. Amma lak isə tamamlanıb. Düzdür, burada bəzi detalın altında belə bir şeylər ki var. Yəni mən onları müdaxilə edə bilmirəm. Əks halda mən dальнейший çoxaltmalıyam detalı ki, kraskanı ötürüm və lak da dальнейший gedir o başa qədər. Bunu da belə deyək, avtomobil sahibi yəni razı olmayacaq ki, yəni detal splaşnoy laklansın. Belə deyək, çox güman edirəm ki, inşallah belə deyək, seçim olmayacaq. Çox güman ki, çünki nəyə görə mən burada perexodla işləmişəm. Belə dəyərli izləyicilər, inşallah maşın tam yığılıb qutarandan sonra mən maşını polirovka edəcəm. Ofşi polirovka olunacaq və faralar da polirovka olunacaq. Arxa stoplarda. Çünki faranın vəziyyəti çox pis vəziyyətdədir. Bu saat sizə göstərəcəm ki, vəziyyəti nə yerdədir faranın. Adətən belə soyulmalar ki var. Görürsünüzsə, üstündə də soyulma var. Bu, dəyərli izləyicilər, kim bilmirsə bilsin. Ümumiyyətlə, maşın zavoddan çıxanda, yəni zavodskoy faraların üstündə zavodskoy lak olur, dəyərli izləyicilər. Lak deyil, bu zaşitni sloy deyirlər buna. Çünki nəyə görə qorucu bir vasitədir vururlar bura ki, yəni bunun da ki, belə deyək, şüşəni qorumaq üçündür. Biz belə başa düşürük ki, bu lakdır. Əslində bu xüsusi bir maddədir, yəni şüşənin üstünə vururlar ki, şüşəni qorusun və sonra da biz bunu belə deyək, o texnologiyanı zavodda ki, faranın üzünə nə vururlarsa, onu əvəz eləmək üçün biz buna lak vururuq, dəyərli izləyicilər. Bəlkə də lak olur, bilmirəm. Kim bilirsə kommentdə yaza bilər. Mənim yəni ki, fikrim belədir ki, zavodskoy bunlarda lak olur, dəyərli izləyicilər. Hər iki fara belənçinə vəziyyətdədir. Bu qədər. İnşallah polirovkadan sonra mən maşını yığacam. Polirovka edəndən sonra ətraflı olaraq bir də sizə göstərəcəm. Все, dəyərli izləyicilər, maşın hazırdır. Mən sizə demişdim ki, yəni burada krılaya perexod atmışdım və buferi kraskalamışdım. Əks tərəfdə də həmçinin krılaya perexod atmışdım. Çünki burada qüsurlar ki var idi. Bunların hamısını mən aradan qaldırdım və belə deyək, maşını opşi polirovka etmişəm. Gördüyünüz kimi heç bir qalaqramı izi yoxdur. Hamısı ideal bir vəziyyətdədir. Skolların izləri ki var idi. Mən onları həm baza ilə, həm də lakla doldurmuşam. Çünki gələcəkdə soyulma getməsin. Belə moldingdə düzəldi və opşi polirovka olundu maşın. Sadəcə olaraq polirovka olunub və bu hissədə də soyulmalar ki var idi. Bunlar hamısı aradan qalxdı, dəyərli izləyicilər. Yəni heç bir problem qalmadı. Belə bir vəziyyətdədir maşın. Bu qədər dəyərli izləyicilər. Təşəkkür edirəm. Məni izlədiyinizə görə like və abunə olmağı qətiyyən unutmayın.